Bu bizim Türk imperatoru Atilla'dır. 3-cü, 4-cü əsr bilirsiniz ki, hətta Avropanı yaradanlardan birisidir. Bax, bu Attila. Türk imperatoru onun anasını, atasını, ailəsini ümumiyyətlə gözünün qabağında öldürüblər, özü də işgəncə ilə öldürüblər, bu uşaq olublar. Ona görə bu böyüyəndə bax belə bağışlamadı Romalılara. Romalılar işgəncə ilə bunun ailəsini məhv eləmişlər. Amma heç bir xalqa, bu demiş ki, heç bir xalqa nifrət eləmək olmaz. Yəni bəşəriyyətə demək olar ki, sülhü haqqında danışanlardan birisi olub. Yəni bütün xalqlar bir millətik, bir dövlətik, bir xalqıq. Yəni bu düşüncə ilə insan sevər olub, amma qəddar da olub. Nəyə görə? İmperiyanı yaradanda görüb ki, düşmanlar yəni adam olmurlar. Bu düşmana qarşı düşman kimi danışır. Bax bu qədər. Və bu ölkə də bilirsiniz ki, bizim ölkə də Attilaların ölkəsidir. Attilaçıların, Pəncəkilərin, Natiqçilərin ölkəsidir. Mübarişlərin ölkəsidir. Hüseynçilərin yox, qardaş. Bunların ölkəsidir. Babəkçilərdir. Yəni onu bilin. Mən yenə də deyirəm, Azərbaycanı lazım deyil Hüseynçilərlə bağlamaq. Qardaş, Hüseynçi ordusu yaradırıq. Hüseynçi ordu nədir? Attilaçı ordu. Attilaçılardılar, gedib Şuşanı alıb. Hüseynçi yox. Hüseyn yox idi, Attila var idi. Yenə də deyirəm, Hüseynçi yox idi, Attilaçı var idi. Attila olanda Hüseyn yox idi və bizim ordu Attilaçılar ordusudur. Natiqçilər ordusudur. Bəli, bunlar Hüseyn adını deyiblər. Yəni Hüseynlər işğal edəndə Azərbaycanı Hüseynçilər bizi zorla, güclə işğal ediblər, alıblar, qanun qaydasını yeridiblər. İndi bunlar da, mən də indi Hüseynçiyəm də, Şiəyəm. Amma o demək deyil ki, biz unutmalıyıq Attilanı. Bunlar da bizim dövlətin himini qoyanlar, vətən üçün vuruşanlar. Bunlar da vuruşublar. Bunlar alıblar, Hüseynçi almayıb. Sadəcə Hüseyn adını deyib getmək o demək deyil ki, Hüseynçilər alıblar. Bunlar Babəkin nəslidirlər. Ay kişi, Attilanın nəslidirlər. Nadir Şahın, Teymurun, Süleymanın, qardaş Atatürk, nə bilim da, indi bilmirəm, bunlar nə danışırlar. Bir başa düşürsünüz, Hüseynçi nədir? Hüseyn öz dövləti üçün vuruşub da, müsəlman adını da indi damğanı vurublar. Müsəlman sözünü, İslam sözünü də bilmirlər, açıqlamırlar. Bilirsiniz nədir o? Neçə dəfə demişəm. Yəni onu da cəmaatımızda xəbərləri yoxdur ki, müsəlman nədir? Nədir elə Hüseyn, ya Öllü, ya Hüseyn. Ya Attila deyibsən, ya Babək deyibsən. Ya Natiq deyibsiniz, ya Allahverdi, mübarisi, ya Pəncəli. Bunları deməlisiniz. Ya Zakir. Bunlar nə idi əski? Hüseyn nədir tutmuşsunuz? Hüseyn işğalçıdırlar, ay kişi. İşğalçıdır. Siz nə başa düşmürsünüz? Ay kişi, dəvənin eşeğin altına o ərəblər qızları apar atır. 9 yaşında uşağı zorlurlar. Bunlara siz deyirsiniz ki, ya Hüseyin, ay kişi. Hüseyin ərəb üçündür. Sənin üçün bunlardır. Kim etiraf edir? Bunların ordusudur. Azərbaycanda Natiqçilər ordusudur, Attilaçılar ordusudur. Yəni onu bilin. Pəncəkilər ordusudur. Zakirçilər. Bunlardır. 44 gün Məhərrəmlik günü gəlir. 2 ay Hüseynə yas saxladın, Eysan verdin.
alçaqlar 44 gün sentyabrın 27-sindən 8 noyabracan kim bunlara ehsan verdi? 44 gün ehsan verdiniz şəhərdə. Şəhərdə, obyektlərdə xurma çay verdiniz, samavar qaynatdınız, bunlara ehsan verdiniz, yox. Məscidlərdə şəkillərini qoydunuz. Ay kişi, bunların şəkillərini görürsünüz məscidlərdə 44 gün. 27 sentyabrdan 8 noyabracan ehsan verdilər 44 gün, yox. Amma Hüseynə ərəbə verir. Ay kişi, ərəb neynib sənin vətən üçün? Vətəni bunlar xilas ediblər. Yenə də deyirəm, Atilaçılar, Babəkçilərdir. Nə deyim sizə, valla sözüm yoxdur. Belə bu millətə sözüm yoxdur. Yəni onu istədim çatdıram ki, o deyəndə ki, biz Babəkçi, biz Hüseynçi ordusu yaradacağıq Azərbaycanda. Ay kişi, yenə də deyirəm, Hüseynçi ordusu yaradan Azərbaycanı məhv eləmək istəyir. Siz gedib o fars satqınlarla oturub durursunuz, o qaraçı fars kimdir ki, sən gedib onunla dostluq edirsən? Ay kişi, bunlarla, bu yetimçələrlə, bunlar satqınlarla elə görür, gedib erməni alçaq bayrağı qaldırır İranda. Bu gəldi, Xocalı tanıdı, bu Quba rayonunda o sümükləri yad elədi. Dağ boyda sümük var. Gəlib yad elədi, deyirsiniz biz bunlarlanıq. Bunlar bizim adamdır. Türkləri məhv edənlər. Ay kişi, Monte Melkonyanla Qasım Süleymanıdır. Siz bunlara dəstək olursunuz, deyirsiniz ki, Hüseynçilər. Hüseynçi bunlardır bax. Monte Melkonyan, Qasım Süleymanıdır. Hüseynçi budur. Əgər siz bunlara dəstəksiniz, Azərbaycan sizin bilirsiniz nə olacaq sizin axırı. Siz bunlara hansı ki gedib Ermənistanda genosidə baş əyib. Hələ deyirəm ki, deməli, o şəkili yenə tapa bilmədim. Nəysə, bax bu baxın, İranda 15 dənə abidə qoyulub erməni soyqırımına. İranda, bax bu qondarma farslar, qaraçılar abidə qoyublar. Görürsünüz? Demirəm ki, bu da sənin Ərəb-Fələstin qardaşların alçaq bayrağı ilə. Arçağa dəstək, ermənilərə dəstək, qardaş deyirlər. Siz bunlara deyirsiniz ki, Hüseynçi ordusu, Hüseynçilər ölkəsi. Ona görə deyirəm ki, Hüseynçi ölkəsi deyəndə bir dənə bunu yad eləsin. Bu baş kəsənlər, Azərbaycanlıların, türklərin, qatillərinin deməli siz dəstək olursunuz, Hüseynçi deyə. Bu da, bunlar Hüseynçilərdir. Kim bunlara dəstək olur? Mən deyirəm də, axırı çox pis olacaq. Hüseynçi ordusu yaradırıq, nə yaradırıq bunları. Bax, bu qədər. Yəni, bu Azərbaycan Atilaçılar, natiqçilər ölkəsidir. Görək, indi bu 44 gün bunlara bir ehsan, yas verən olacaq, ehsan verən olacaq. Hansı bir obyektlərdə qoyursunuz şəhərdə. Tədbir keçirdiniz. Mən danışam, mən tədbir keçirmişəm. Küçənin ortasında, Bakı şəhərdə, küçənin ortasında binalar, həyətdə, necə deyim sizə? Bunlarla bağlı, şəhidlərlə bağlı, bu qələbə ilə bağlı 9 may. Siz də bir şey eləyədiniz, görmərəm. Mən danışıram, mən nəsə eləyirəm. Siz eləmişsiniz, gedib Hüseynçi deyirsən. Yəni, bu dövlət, Azərbaycan ordusu da natiqçilər ordusudur, Babəkçilər, Atilaçıların ordusudur Azərbaycanda.
və Azərbaycan natikçilər ölkəsidir. Yenə deyirəm, bunların ölkəsidir. Bunların ölkəsidir. Babəkçilər, natikçilər ölkəsidir. Hüseynçi deyil. Yəni onu çıxardın. Çıxmasa özünüz haçansa peşman olacaqsınız. Yazıqsınız. Türklə əlləşməyin. Bu Türklə kim ki o Farsdan olanlar, Ərəbdən olanlar Bakı şəhərində yaşayırsınız, yaşayın. Heç kəs etiraz eləmir. Amma bizi arxadan vurmayın. Yenə də deyirəm, o Ərəbdən olan, Farsdan olanlar yaşayırlar Azərbaycanda, vətəndaş kimi yaşayın. Amma bizə Türkə arxadan vurmayın. Yəni özünüz bilin. Yəni sizə adam kimin deyirlər. Yəni başa düşmürsünüzsə. Yəni o Napolyon demiş. Napolyonun bir yaxşı sözü var. Bax, deyib ki, görürsünüz Napolyonu. Türkiyəni deyir, işğal eləmək olar, neyləmək olar, məsəl üçün. Türki могут быть убиты, но их невозможно завоевать. Yəni Türklər öldürsən onları təslim eləmək, işğal eləmək, onları fəth eləmək mümkün deyil. Bunu Napolyon Bonaparte deyir. Yəni Pyotr da deyir ki, bir Türk əskəri bir düşman ordusuna bərabərdir. Bunu Pyotr Pervi deyir yəni. Napolyon da deyir. Mən demirəm, görürsünüz, yəni Türklə əlləşməyin. Yenə deyirəm.